Salam, Azvakın YouTube kanalına hoş gəlmisiniz. Bugün sizinlə özgüvənli görünən insanların sirləri nələrdir bu mövzu haqqında danışacağıq. Özgüvənli görünmək sizə iş müsahibələrində və yaxud da iş yerində və yaxud da başqa rəsmi yerlərdə necə özgüvənli görünə bilərsiniz? Bu sizə olduqca kömək olacaqdır. Birinci olaraq, özünə güvən sadəcə yüksək danışmaq deyil. Bəzi insanlar otağa girən kimi diqqət çəkir. Çünki etdikləri kiçik şeylər onları fərqli göstərir. Məsələn, az danışırlar, çox dinləyirlər. Özünə güvənli insanlar hər söhbətdə özünü sübut etməyə çalışmırlar. Daha sonra göz kontaktından qaçınmırlar. Danışarkən gözə baxmaq həm ciddiyyət, həm də rahatlıq göstəricisidir. Üçüncü olaraq, hamı məni bəyənməlidir düşüncəsi. Yəni, onların belə bir düşüncələri yoxdur. Çünki öz dəyərlərini başqalarının fikrinə bağlamırlar. Çünki onlar mənəvi cəhətdən rahat olurlar, özlərinə güvənirlər. Dördüncü olaraq, tələsmirlər. Yerimələri, danışmaları, reaksiyaları daha sakit olur. Sakitlik çox vaxt güvən göstəricisidir. Daha sonra, beşinci olaraq, səhv etməkdən əsla qorxub çəkinmirlər. Çünki mükəmməl görməyə çalışmırlar. Altıncı və sonuncu, özlərini başqaları ilə yarışdırmırlar. Ən güclü insanlar diqqəti başqalarına yox, öz inkişaflarına verirlər. Unutmayın, özünə güvən sonradan qurulan bir şeydir. Kiçik davranışlar böyük görüntü yaradır. Sağ olun, salamat qalın. Videonu bura qədər izlədiyiniz üçün təşəkkür edirəm. Azvakın YouTube kanalına abunə olmağı unutmayın və videonu bəyənib rəylərdə fikirlərinizi bölüşə bilərsiniz. Sağ olun.